Ülvi Əmlakın səviyyəli izləyiciləri, hər vaxtınız xeyirli olsun. Sizə Hövsanda yeni satışa çıxmış 2 ev layihəli, 3 otaqlı, səliqəli, gözəl bir mənzilimizi təqdim edirəm. Mənzilimiz yerləşir Hövsan qəsəbəsində, mərkəzdə Suraxanski deyilən ərazidə 5 mərtəbəli binanın 1-ci mərtəbəsində. Qanuni 3 otaqdır, orta blokdur. Bura bizim dəhlizimiz, hörmətli izləyicilərimiz. İlk öncə başlayaq qonaq otağından. Qonaq otağımız burada yerləşir. İstilik sistemi mərkəzidir. Əlavə kombidə çəkilib. Yəni ev sahibi istəyəndə kombidən istifadə eləyir. Dövlət istilik sönəndə kombidən, lazım olanda da ki, dövlət istiliyindən istifadə eləyir. Qonaq otağımız təmirinə söz ola bilməz. Səliqəli, hər şey qaydasında. Bura bizim yataq otağımız. Bura içəri balkondur. Balkonla otağın arası açılıb, otaq böyüdülüb. Kladovkamız burada yerləşir, artıq əşyaları yığmaq üçün. Bura bizim yataq otağımız, yəni digər yataq otağımız. Doğrudan da yəni evin təmirinə söz ola bilməz. Hörmətli izləyicilərimiz, yəni mətbəxlə sanitar qovşağın arasında, yəni burada qapı qoyulub. Yəni qapıdan daxil olursan, bu ayaqaltı gördüyünüz mətbəx, hamam, sanitar qovşaq, hamısı ayaqaltı istif oldu. Sanitar qovşağımız, hamam, mətbəximiz, mətbəxlə balkon arası açılıb, yəni mətbəx böyüdülüb, mətbəx mebeli qalacaq. Burası bizim balkonumuz, burada əlavə şkaflar. Kombi balkonda quraşdırılıb, dediyim kimi bitimlik qəbəzi istifadə olunur. Həm də dövlət istəyişi sönəndə kombidən istifadə olunur. Hörmətli dostlarımız, hörmətli izləyicilərimiz, Hövsan qəsəbəsi Suraxanski deyilən ərazi mərkəzdə 5 mərtəbəli binanın 1-ci mərtəbəsində qanuni 3 otaqlı 2 ev layihəli mənzilimiz satılır. Mənzildə hal-hazırda yaşayış var, qeydiyyatda heç kim yoxdur. Sənədləri qaydasındadır, istilik sistemi mərkəzidir. Binanın yanında məktəb, bağça, böyük marketlər hamısı mövcuddur. Son qiymət, hörmətli izləyicilərimiz, mənzilə baxdıqdan sonra.